Bəli, əziz izləyicilər, xoş gördük sizləri. Zəngəzur komandası Ərgünc komandasını qəbul edir. Bu futbolçunu isə bütün Azərbaycan tanıyır. Ruslan Poladov mərkəzə doğru ötürmə və akrobatik hərəkətlə qapıya doğru zərbəni 38 nömrəli futbolçusu Salman Atlıxanov vurdu. Hal-hazırda 1-0 öndədir Zəngəzur komandası. Mən heyəti araşdırarkən artıq Zəngəzur komandası hesabı açdı. Qolun müəllifi Elnur oldu. Oyun davam edir. Ərgünc komandası 7 nömrəli futbolçu gözəl fəndlə qapçı ilə təkbətək çıxırdı. Qapçı yerində Ağa Seyid Qasımov. Zəngəzur komandası hücumunu davam etdirir. Nurlan Quliyev ötürməsini ötürdü. Qapıya doğru zərbə, top qapı direğindən geri qayıdır. Top qapı direğindən geri qayıdır. Ruslan sağdadır, aktivdir. Top hazırda Ruslana gəlir. Bəli, Ruslan sağ ayağına çevirdi. Ötürməsi Nurlan qapıya doğru zərbə və gol. 2-0 Zəngəzur komandası Füzuli Ərgünc komandası üzərində öndədir. Hələ ki qolun müəllifi 38 nömrəli hücumçu Salmandır. Bəli, 2-0 Zəngəzur komandası öndədir. Oyun davam edir. Füzuli komandası mərkəzə doğru ötürmə. 11 nömrəli futbolçu topu özündə saxlamağa çalışır. Elnur topu ələ keçirdi. Nurlana doğru ötürmə. Qapçı ilə təkbətək və qapıya doğru zərbə. 3-0 Zəngəzur komandası hesab arasındakı fərqi 3 topa qaldırır. Bu oyun göstərir ki, yəqin ki daha böyük hesablı qələbə olacaq. Bəli, əziz izləyicilər, Nurlan Quliyev qollarının sayını 39-a çatdırdı. Vüqar Əşrəfli ilə qol kralı adını almaq uğrunda mübarizəsi davam edir. Qeyd edim ki, Vüqar Əşrəflinin də 9-cu tura qədər 40 qolu var idi. Cinah dəyişir Ramil Rüstəmov topla irəliləyir. Ramil Rüstəmov da gənc futbolçudur və yetərincə xoşuma gəldi onun oyunu. İnşallah daha böyük klublarda Zəngəzur komandası yüksək liqaya qalxarsa, inşallah ki bu belə görsənir qrupda və həmin futbolçunun gələcək vəd edən futbolçular siyasına aid edirəm mən. Top Ruslanda, Ruslan Poladov sinahda dominantlığını göstərir. Ramil Rüstəmova, Ramil ala keçid etdi Ramil. Mərkəzə doğru ötürmə. Boş bir zona qayıdan topda heç kim yoxdur. Zəngəzur komandasının müdafiəçiləri topu uzaqlaşdırmaya çalışırlar. Yenidən komanda hücumu davam etdirir. Elgün gözəl ötürmə, hakim ofsayt qeydə aldı. Hücum, növbəti hücumlardan biri. Qapıya doğru zərbə, dirəkdən qayıdan top. Dirəkdən qayıdan top, gözəl zərbə idi. Zərbənin müəllifi qollardan birini vuran Salman idi. Möhtəşəm ötürmə edir. Nurlan topu irəli, qapıya doğru zərbə, azacıq aralı çəkdi. Zəngəzur komandasının hücumu, müdafiəçilər yerində idi. Belə topa girmək olmaz, amma Ruslan təcrübəsi hesabına zədədən qaçdı. Bunu bildirmək istəyirəm. Zəngəzur komandasının hücumu davam edir. Penaltı verəcək mi hakim vermədi. Kücdən zərbə. Ofsayt da yox idi, bəli, görsən idi, ofsayt da yox idi. Kücdən zərbəni yenə Elgün yerinə yetirir. Belə baxıram, komandanın bütün küc zərbələrini sağ cinahdan Elgün Abbaslı yerinə yetirir. İndi görək bu küc zərbə nə ilə nəticələnəcək. Bəli, hakim fitini verdi. Mərkəzə doğru ötürmə. Heç bir futbolçuya toxunmadı. Məncə ələ dəymişdi. Orada ələ dəymişdi. Əgər görüntüdə açıq-aşkar görünsə, orada ələ dəymişdi. Qapçı topu ələ keçirdi. Bəli, qapçı ikinci cəhddə yenidən topu ələ keçirdi. Cinahda, solda, mərkəzə doğru ötürmə. 10 nömrəli futbolçu qapıya doğru zərbə və növbəti qol. 4-0 qolun müəllifi Elgün Abbaslı. Hakim canlı səhti lazımı qədər məsafəyə çəkir və fitindən sonra Elgün topun arxasındadır və qapıya doğru. Dirəkdən dönən top. Nurlan, nəyi qaçırdın sən Nurlan? Nəyi qaçırdın sən? Ofsayt yox idi. Hakim birinci hissənin bitdiyini
işarədən fitini çalır və birinci hissəyə 4-0 Zəngəzur komandası üstünlüklə yollanır. İkinci hissə başladı və əllə oyuna görə hakim Zəngəzur komandasının qapısına penaltını təyin etdi. Penaltını Erciyes komandasının heyətindən 10 nömrəli futbolçu yerinə yetirəcək. Hakim son təlimatlarını verir. Hakim fitini çaldı. Qapıya doğru zərbə və qol. Erciyes komandası toplardan birinin əvəzini çıxır. Hesab 4-1 Zəngəzur komandası irəlidədir. Qeyd edim ki, Zəngəzur komandasının heyətində bir dəyişiklik baş verdi. Stadionu tərk elədi Ruslan Poladov, 7 nömrəli futbolçusu. Onun əvəzinə 4 nömrəli futbolçusu Afin Bağırov meydana daxil olur. Topun arxasında Elcun Abbaslı. Qapıya doğru növbəti zərbəsi. Az fərqlə top yan xəttdən çıxır. Küncdən zərbə. Fuad Poladovun yerinə oyuna daxil olmuş ikinci hissədə Afin Bağırov hücumlara qoşulmağa çalışır. Yenidən Zəngəzur komandasının hücumu içəriyə, mərkəzə doğru ötürmə qəbulda. Gözəl. Əla Murad. Qəşəng keçdi Murad. Sürət bir balaca daha yüksək olsaydı keçə bilərdi. Səfərov topu ələ keçirdi. Topu qəbul, həm də ötürmək. Rəvan topu itirdi bu dəfə. Erciyes komandası qarşılıqlı top itkiləri ilə oyun davam edir. Sol cinahda Səfərov qapıya doğru fikirləşdi. Qol idi bu, qol idi. Gözəl qol idi. Qapıcı gözləmirdi. Ramil Səfərovun cinahdan gözəl qapıya doğru zərbəsi. Bu uşağı yadda saxlayın. Küncdən zərbəni Elcun Abbaslı yerinə getirir. Qapıya doğru zərbə və qol. Qolun müəllifi Nurlan idi, yoxsa komandanın kapitanı Vüsal idi? Bəli, kapitan baş zərbəsi ilə hesab arasındakı fərqi bir qədər də artırdı. Hesab 6-1 Zəngəzur komandasının xeyrinədir. Əhsən. Küncdən zərbəni dərhal yerinə getirdi. Qapıya doğru ötürmə müdafiəçilər topu uzaqlaşdırırdı. Yəni doğru, yenidən qaydan topdan zərbə. Təkrarən 17 nömrəli futbolçu zərbə vuracaq mı? Yox, ötürməsi budur qapıcı Pantera. Zəngəzur komandasının hücumu davam edir. Rəvan. Rəvanın bu dəfə qapıcı Pantera. Elcün. Oxudu, arxaya doğru ötürməyə baxdı, ötürdü, qapıcıya doğru gəldi. Top qapıya qədər gəldi. Zəngəzur komandasının heyətində 2 futbolçu meydana daxil olacaq. Oyunu tərk edən futbolçular. Oyuna daxil olan futbolçulardan biri Ramil Əhmədovdur. Oruc oyunu meydanı tərk edir və Ruslan. Komandanın heyətində 2 Ruslan vardı. İkisi də artıq meydanda deyirlər. Elcun Abbaslıya saxladılar topu. Elcun Abbaslı nə edəcək? Fikirləşdi. Yenidən cinahı dəyişdi. Keçməsi gözəl, möhtəşəm. Artıq birini də keçib. Burada vurmalıydın. Burada qapıya vurmalıydın. Rüstəmov. Elcun Abbaslı qapıya doğru zərbə. Məncə müdafiəçiyə toxunmuşdu top. Zəngəzur komandasının hücumu sağ cinahdan bu dəfə də davam edir. Mərkəzə doğru ötürmə Nurlana, qapıcı. Yenidən Nurlan. Gözəl qol idi Nurlan. Az öncə zədələnmişdi. Deyəsən ona zədə düşür. Nurlan qollarının sayını 41-ə çatdırdı. 7 oldu bəy. 7 oğul istərəm filmindəki kimi hesab. 7-1. Oho, gözəl ötürmə. Qəşəng qol. Gözəl ötürmə idi. Offside. Hakim oyundan kənar vəziyyət. Oyundan kənar vəziyyət olub-olmadığını videoya təkrarən baxanda biləcəyik. Bəli, oyundan kənar vəziyyət. Amma Elcun Abbaslı'nın ötürməsi ayağa qalxıb alqışa layiqdir. Növbəti hücum cəhdi. Hakim
oyunun bitdiyini qeyd edir, fitini çaldı və hesab 7-1 Zəngəzur komandası Ərgünəş üzərində qələbə qazandı. Qələbələrin sayını 10-a çatdırdı. 10 oyun, 10 qələbə. Ərgünəş komandası isə 4 qələbə, 6 məğlubiyyətlə 12 xalla aşağı yerlərdə qərarlaşıb. Qrupun lideri Zəngəzur komandasıdır. Növbəti oyunlarda uğurlar arzulayırıq. Səhifəmizdə qalmağa davam edin. Like edin, yorum yazın, paylaşın ki, digər futbol həvəskarları da bu videonu izləsin və onlar da Azərbaycan Region Liqasında olan oyunları görsünlər. Təşəkkür edirəm.